Kanalımın değerli izləyiciləri, hər vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə çox dadlı, ləzzətli olan ekler hazırlayacağım. Ekleri duru yağını hazırlayacağım. Gəlin heç vaxt ötürmədən başlayaq. Mən burada 200 qram yağ götürmüşəm. Duru yağ, daha doğrusu 191 qramdır və 9 qram da əlavə edəcəm. Bu yağı əlavə edəm qabın içərisinə. İçerisine de 200 gram yani 200 ml su əlavə etdim. 200 ml duru yağ və 200 ml su əlavə edib qoyuram ocağın üzərinə qaynamağa. Qaynadıktan sonra içerisine 300 gram un əlavə edib 3-4 dəqiqə bişiririk. Və 300 gram un çəkirim. Çəkdim, hazır qoydum. Unu qaynayan yağ və suyun içərisinə əlavə edirəm. Qarışdırarak 3-4 dəqiqə pişiririm. Yeməğimiz hazırdır. Kənara qoyuram soyunmağa. Tam soyduktan sonra içerisine yumurtaları əlavə edib karışdıracağım. Mikserin içerisine xəmiri əlavə edirəm. Üzərindən də yumurtaları bir-bir əlavə edib qarışdırıram. İçerisine bir-bir yumurtaları əlavə edirəm. Ümumilikdə 9 ədəd orta boy yumurta əlavə etdim, yaxşıca qarışdırdım. Gördüyünüz qatlıqlı olmalıdır. İçərisinə vanilini də əlavə edirəm. Yumurta qoxusunun gəlməməsi üçün bunu edirik və sıxma torbasının içərisinə əlavə edib soba listinin içərisinə yağlı kağızın üzərinə əlavə edirik ki, yapışmasın, rahatlıqla çıxartmaq olsun. Daha sonra 200 dərəcə sobaya veririk bişməyə. Əvvəlcə üzəri qızarana kimi 200 dərəcədə bişiririk. Daha sonra dərəcəni azaldırıb 150 dərəcəyə salırıq və qurumağını gözləyirik ki, sobadan çıxartdığımız zaman yatmasın. Yəni çox xanımlar şikayət edir ki, eklerlər sobadan çıxdığı zaman yatır. Bilirsiniz niyə görə yatır xanımlar? Biz həm sobada bişən zaman sobanın qapağını açırıq, həm ona görə ola bilər, həm də ki mən dediyim formada bişirsəniz, əvvəlcə 200 dərəcədə, daha sonra 150 dərəcədə bişirsəniz, sobadan çıxardığımız zaman eklerlər yatmayacaq. Çox dadlı, ləzzətli eklerlərimiz alınacaq. Eklerləri kəsdim, içərisini qaymaqlı kremlə doldurdum. İstəyə görə zavarna kremlə də istifadə edə bilərsiniz. Tamamilə zövqdən asılıdır. Qaymaqlı kremlə çox dadlı, ləzzətli alınır. Yəni qaymağı qarışdırırıq, içərisinə qatlaşdırılmış süd əlavə edib çalırıq. Daha sonra eklerlərin içini doldururuq. Üzərində şokolad sosu ilə bəzəyirəm. Çox dadlı, ləzzətli, möhtəşəm bir eklerlərimiz alınır. Mütləq siz də verdiyim resepti sınayın. Əminəm ki, təşəkkür edəcəksiniz. Həllik deyirəm, inşallah gələn videolarda görüşərik.